Xanım sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri. 8 avqust tarixində Vaşinqtonda imzalanmış tarixi sülh razılaşmaları böyük ümidlər yaradıb ki, nəhayət bölgəmizə uzun müddətli və dayanıqlı sülh gəlsin. Və hətta belə inan var ki, 2026-cı il tarixə sülh ili kimi düşə bilər. Amma son zamanlar müşahidə olunan iki tendensiya müəyyən narahatlıq doğurur və nə qədər paradoksal səslənsə də həmin o təhlükəli, qorxulu tendensiyaların daşıyıcıları əslində bir-birinə düşmən gözü ilə baxan tərəflərdir. Biri bir yandan Avropa İttifaqıdır, Ermənistanla yeni bir razılaşma əldə edir. Avropa İttifaqı Ermənistan tərəfdaşlığı üçün strateji gündəm adlanan bir sənəd imzalayır və bu sənəddə açıq şəkildə hərbi canilərin Xocalı soyqırımını törətmiş bu cinayətkarların azad edilməsi, onların əsir kimi tanınması məsələsi öz əksini tapıb. İkinci məsələ isə heç bir halda Trump marşrutu deyilən, əslində Zəngəzur dəhlizinin həmin o sənəddə adının belə çəkilməməsi, dəfələrlə Paşinyanın sülh kəsməsi adlanan qondarma bir təşəbbüsünə istinad edilməsidir. Görünür ki, həmin siyasi dairələr heç bir halda sülh müqaviləsinin imzalanmasına maraqlı deyirlər və yaxud da ki, onun vaxtını uzatmaq istəyirlər. Həm də qarşı tərəf, söhbət Moskva və Tehrandan gedir ki, onlar Avropa İttifaqı ilə tamamilə zid mövqedədirlər, amma Trump marşrutu ilə bağlı məsələlərdə çox qəribə bir həmrəylik nümayiş etdirirlər. Həmrəylik də onunla bağlıdır ki, həm İran, həm də Rusiya açıq şəkildə Trump marşrutun əleyhinə olduğunu ifadə ediblər və hesab edirlər ki, bu marşrut heç bir halda işə düşməməlidir, bu regional adını çəkilən dövlətdən regional maraqlarına ziddir və s. Yəni, göründüyü kimi iki istiqamətdən Avropa İttifaqı bir yandan, digər yandan isə Rusiya və İrandan Zəngəzur dəhlizinin işə salınması ilə bağlı belə təzyiqlərin biz şahidiyik. Görünür ki, 2026-cı ildə sülh prosesinin öz məntiqi sonluğuna çatmasını hesablayırlar və adı çəkilən tərəflərin bu heç bir halda mənafeyinə uyğun gəlmir. Amma ölkə prezidenti Cənab İlham Əliyevin sülh prosesi ilə də bağlı çox prinsipial və qətiyyətli mövqeyi var. Biz sülh istəyirik, biz sülh təşəbbüslərinin müəllifiyik, amma eyni zamanda da təsadüfi deyildir ki, məhz bu parlamentdə 2026-cı ilin dövlət büdcəsini təsdiqləyərkən biz daha 318 milyon hərbi və təhlükəsizlik büdcəmizi artırdıq ki, 8,7 milyard manata çatdırdıq ki, bu da tamamilə düzgün addımdır və reallığa adekvatdır. Təşəkkür ederim.